Suraxanı rayonunda Novruz bayramı münasibəti ilə Atəşgah məbədi Dövlət Tarix Memarlıq Qoruğunda ümumrayon tədbiri keçirilib. Şənlikdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və çox sayda qonaq iştirak edib. Mərasimə faytonda daxil olan Dədə Qorqudun cəngavərlərlə birgə Atəşgah məbədindən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibəti ilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Həmçinin tədbirdə tanınmış incəsənət xadimlərinin sevilən ifaları rəğbətlə qarşılanıb. Milli rəqslər və musiqilər, cəngi sədaları altında pəhləvanların və idmançıların rəngarəng çıxışları, kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb. Yazın gəlişini bildirən və xalqımızın milli mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumi və məktəbə qədər təhsil müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi bədii kompozisiyaları və maraqlı çıxışları şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri maraqla qarşılanıb.